Ay xiyanət. Neçə cür xiyanət varımız. Xiyanət bu da tərəfi gedəsən, götürüb gedəsən, məsələn, bir xanım ağı ilə gedəb ayrı, Xuda nakədə ayrı rəvabit olur. Neçə cür xiyanət varımız. Geç xiyanət rəftarı. Rəftarında xiyanət eləyəsən. Ərindən gizlin bir nəfərlə şirin deyib güləsən. Şirin danışasan. Əsən onun icazəsi yoxdur, gəlir sənə əsən bir dənə məsələn bir şey alır gətirir. Bu da əgər onun xəbər olmasa bu xiyanət rəftarıdır. Rəftarında ona xiyanət eləysən ərivə. Ərivi təhvil almışsan ayrı adamı görəndə çox gərmi danışsam, nə der xiyanət rəftarı. Rəftarında kəm qoysam bu tərəfə o tərəfi gərmi tutsam, nə der xiyanət rəftarı. Xiyanət-i zehni eşikdə bir dənə ağanı görüb, eşikdə bir xanımı görüb, gəlib hey fikri qalıb onun yanında. Öyle oturur durur her ne onunla müqayisə eləyir. Baba bu haramdır az nəzəri şər'i. Buyurur bir dənə kişi bir ayrı xanıma fikr eləyə, öz xanımının yanında olab, bu həmbəstləri haramdır. Fikr eləyəsən ayrı adama. Buyurur xiyanət-i zehni. Zehnində bir ayrı adamları pərvəriş verirsən. Öz xanımın gözündə də, öz ağın gözündə də, zehnində ayrı adamlarla rabitə edəsən. Buna xiyanət-i zehni. Xiyanət-i kəlami. Gedir tərəfə zəh vırır, SMS vırır, telegramda gedib PM verib, heç bilmir kimdir. Ərin razı deyil, niyə gedib bu işi görübsən? Sənə kim deyir gələn pivi şəxsiyə varid olasan? Xat eləyiblər, səni bir quruha varid eləyiblər, gərək onların gəndə kətib çıxacan eşiyə. Niyə bu insandan əlaqəsi var? Mərdumun ittilatından baş çıxadallah. Hək eləyək görə filanının quşsunda nəmə nə var? Zəhrimar var, dərd var. Səndə nəmə nə var, onda da ondan var da. Niyə bizdə bu əlaqə vücuda gəlir? Hüseynçi də Hüseynsinin əsrarını tökər çölə, Hüseynçi də istər Hüseynsinin amarını tökər çölə. Baba Allah bizə sirri nigəhdardır. İmam-ı Rıza buyurdu, La yəkun mu'minun mu'minən hətta yəkunu fi salasəti qıza. Müminin imanı kamil olmaz, onda 3 dənə zad olmasa. Sünnətun min Rabbi. Cavan bir rəviş Allah'tan örgəş. O nədir fəketmanu sirri? Baba Allah 30 ildir, 50 ildir eybüyün üstünü örtüyüb. Səndə mərdumun abırısı ilə oynama. Bədbəxt qarıyı Quranın abırısını götdülər. Bir dılqırın biri gəlib, zere mofti vırıb qoyub çıxıb gedib, mərdum veriləmi, land ol Allah'a necə bu cür adama cavab verəcəklər? Allah bilir nə cür bunun cavabını verməklər. Ağa and içə bilərsən Qurana bu ağa bu karədir. Yox and ola bizə qəranlıqdır, qəranlıqdır. Bəs day moridində danışma. Necə Allah sənin mənim eybimin üstünü örtüb? Əgər eybilərimizin üstündən pərdəni vura kənara, çoxumuzun günahımızın kendini məmləkəti götürər. Adam var bir işlərdən çıxıb, filmi çıxa çölə, heç onun yüzünə baxan olmaz. Buyurur, Allah'tan örgəş, fəketmanu sirri. Necə Allah səndən mənim iradımın üstünü örtüb, sən də mərdumun iradının üstünü ört. Ta-təvani deli bedəstavər, del şəkəstən honər nemi başəd. Sənin qəlbi sındırmaq bir işdə ki mənə. Allah'ın da xoşuna gəlməz. Allah bir başarsan onun əlindən yapış. Başarsan günahlarının üstünü, başarsan koyma abırısı gedə. Koyma abırısı gedə. Adam var 500 min tümenden ötü, az kalır abırısına çubuğu həraz vır, onun elinden yapış. Gecə zəh vırmış dağlayırdı Həzrət Abbas, deyid ağa Kərbəliyə bildir gedəndə tərəf maşını çəb olub qətinux olub ağa neyniyək? Bir belə pul istəyirlər, bədbəxtin də yoxudur. Onun elinden tutsun hünərdi, onun müşkülün həlliləsin hünərdi. Bir dənə Əbu Bəsir gördü bir kişi xanımısını dövür. Dedi kişi arvadı niyə vırsan? Dedi pulum yoxdur, bu da gir verib məndən pul istəyir. Əbu Bəsir dedi ki, bura mən nə qəddir pul müşkülüz? Dedi bil, mən pul versəm həll dedi. Baba da müşkülümüz pul da həll olsa da mənim bundan davam yoxdur. Əbu Bəsir nə qəşəng iş gördü. Dedi o İmam-ı Sadıq bu pulu verib mənə. Deyib bir moğa gördüm ağa xanım bir-birindən davel ilə pul üstündə qoymulan abırısı gedə. İki qardaş 100 min tümən üstündə dava eləyirlər, baba 100 min bir şeydə xumsundan da hesablasın Həzrət Abbası o müşkülün əlli eləyə bilərsən. Zəkatundan da, sədəqindən də versin o müşkülün. Baba da yoxudur ki dava eləyir, deyil ona sədəqə də yetişər bədbəxtə. Bir şey ver o müşkülü həll elə. Buyurur Allah-ı Teala'dan rəviş örgəs, sünnətun min Rabbi, fəketmanu sirri. Yek rəviş az Xuda yad begir. On həm budur ki nə mənə mərdumun eybinin üstünü ördü. Əmmə sünnətu min nəbiyyə fəmudaratın nas. Bir dənə də Peyğəmbərdən örgəş. Mərdum nə qəşəng bərxurd elə. Məhəllədə qoy səni hamı qəşəng yaxçı tanısınlar.
Baba əxlaqın olsun. Dövrü çalılamaq hünərdək, bezən bəhadırlı hünərdə. Adam ilə birdən başqa adam gedir nə mən bədəni salim qaladı. Yoxsa yumrağın düyünlüyə vura məzlumun əncinin dibinə. Ki demirə bir hünər ola. Bir dənə sən nə canda pəhləvanı gətirsən gedir. Bir dənə qəməni aləli və sən 2 dəqiqə vur qoy. Pəhləvanın eyni boyun bassın. Əlində sən bir dənə əsləhəni çıxart ya 50 kilo ol. 200 kilo onu alnından bir dənə vur qoy. Şaqqıltı ilə dəysin yerə. Xoş? Pəs baxın bura əxlaq. Qolumuzun güc olanda mərdümə rəhm eləyək. Keyfimiz saz olanda əldən tutaq. Mövqeyyətimiz olanda məhəbbət eləyək. Zir dəstimizə, adamsıza, məzluma rəhm elə. Buri fəmudaratın nas. Mərdümünə qəşəng bərxurd elə. Ağa, xanımına qəşəng bərxurd. Xanım ağa o qəşəng təhvil al. Neynə dizə dildi da. Beşin. Betəmərk. Befərma, hamısı biçər, ya notu. Onu gəl befərma denən də. Uşağı bir ağa çağır, xanımı adı ilə. Bir xanım, ərün haca gedib, belə pul xəşləyib, tərəv arzısı, bu da Məkkiyə gedə. Adın lüt qoyur ora məsələn. Məmməd, nə olar birdən Hacı Muhammed ona desin, nənə birdən dilün şişər də ağzından çıxmaq üçün. Əxlaqdır da, məhəbbət ki, dildə, dil. Ağadan var, heç də, baba nəyim var? Gəldi məhzəri İmam Səccada giriftaram. Buyurdu get məhəbbət elə mərdümə. Get füqəraya yetiş. Dedi nəyim var mən özüm kasıbam. Buyurdu pulun yoxdur dilin ki var. Dilin də yoxdur.